Belə düşüncələrlə illərlə bizləri aldadıblar. Cahil düşüncəyle. Burada deyir ki, bir neçə il sonra ana deyəcək ki, qızım niyə qaçır? Çünki qızını belə rəqs eləməyə bir video paylaşmışam. Balamla ilgili ki, o mənim qızımdır və qürur duyuram. Hər zaman da qürur duymuşam. Necə tərbiyə etdim, mənə bağlıdır. O deyir, Allah nə yazıbsa o olacaq. Heç qızlar, sizə deyirəm, heç görübsünüz ki, oxuyan bir qadın, yəni bir ya da iki dənə ola bilər, amma heç onu da eşitməmişəm. Oxuyan, dünya görüşü bir qadın kiminləsə qoşulub qaçsın? Heç görübsünüz? Hər zaman kimlər qoşulub qaçır? Evdən çölə heç buraxılmayan, heç oxumağa tərəf yönləndirilməyən, ancaq qapalı mühitdə böyütülən qızlar, telefon belə icazə verilməyən qızlar. Sizə bir misal gətirəcəm. Bunu yaşayanlar bilir. İndiyəcəksiniz, mən də bunu yaşamışam. Yenə keçmiş çılgın həyatımdan bir misal getirəcəm. Mənim bir dəfə ex-qaynanam, kulaqları çönləsin, o bir dəfə danışı. Hər dəfə deyirdi, bir dəfə də əməlli başlı söhbəti böyütdü ki, filan kəsin gəlini görürsən, mən olsaydım heç bir zaman oxuyan qız almazdım. Dedim ki, mama, mən oxuyan qızam da, yəni oxumuşam da. Mən səni almamışam ki, oğlum alıb. Oxuyan qızlar hər zaman gözü çöldə olur, onunla bununla gəzir. Filan kəsin gəlinə bax, telefon nədir bilmir. Telefon nədir bilmir, dedi. Həqiqətən pis oldum. Bir anlıq elə manipulə etdi ki, maşallah qadın məni ki, bir anda özümü dünyanın ən iğrənc, ən pis qadını, pis gəlini kimi düşündüm. Bunu yenə deyirəm, yaşayanlar ancaq o hissi bilir. Heç çölə qız telefon yazdığını bilmir, heyif deyil elə gəlin. Otur deyirsən oturur, qalx deyirsən qalxır. Seni seviyorum, çok seviyorum. Bir ay keçmədi, xəbər gəldi ki, qız balasını ayağını kəmərlə, kravatlar olur, əvvəlki kravatlar, dəmir kravatlar, ona bağlayıb ayağına. Özü həyətə o gəlirlər, bir şeylər satırlar. İndi yalan demirəm, süd satan mı nə bilmirəm. Onunla qaçıb. Qız telefon istifadə eləmir. O gəlin, o mənim qaynanamın övdüyü ayla beyi ayıra bilmir. Qoşulub uşağını buraxıb, ərini də buraxıb, ailəsini də başqası ilə qaçmışdı. Ona görə sizə bu sübutu gətirdim, misali gətirdim ki, açın gözünüzü. Hər deyilənə inanmayın. Hər yerindən durub, mənə belə inanmayın. Mən həmişə demişəm, mən göydən söhbət nə inanmışam, mən də səhv eləyə bilərəm. Mənə də %100 inanmayın. Çünki mən də heç kimə %100 inanmıram. Bunu özüm sizə deyirəm. Mən də hələ səhvlərimlə, düzlərimlə yaşayıram. Təcrübələrimi sizinlə paylaşıram. Amma baxacaq, gələn ildə nə olacam, nə qədər özümü inkişaf elətdirəcəm. Və yenə də indi hər dəfə beyninizdə dönüb dolaşacaq bu sözüm ki, həqiqətən hansı oxumuş, dünya görüşü olmuş qız birinə qoşulub qaçır? Heç görübsünüz? Həmişə qoşulub qaçan, daha çox, ən çox pis yola daha çox yönələn hansı qızlar olur? Bir anda qapalı yerdən çıxan qızlar, bir anda açıq mühitə düşən qızlar, uşaqlıqdan belə rahat, müasir bir şəkildə demirəm, həddini aşaraq deyil, hər ailənin öz qanunu var. Heç görübsünüz? Görə bilməzsiniz. Ona görə də ürəyimdən gəldi, vaxtım varkən dedim, içimdən qəşən, yaxşı ki yazıblar, Allah razı olsun. Nevazmojna yazıb, adı da yoxdur. Şah İsmail Xataydı, nədir, hansı kimdir bilmirəm. Cavab verdim. Hərdən belə şeylər, belə cahilliklər paylaşın ki, mən də qarşılığında vaxt tapıb videolar paylaşım, gənclərimizin o beyni işıqlansın. Sevirəm sizi.